göstəririk. Bunlar kimin Rəbbin sayəsində bizə verilmiş bir lütfdür, əziz dostlar. Onun için də bütün kilsəyə gedən hər bir bacı qardaşınıza xeyir dua verin, əziz dostlar. Yanınızda oturan, sağınızda oturan, solunuzda oturana xeyir dua verin, bərəkətliyin. Yaxşı ki, sən buradasan, yaxşı ki, nə gözəl ki, sən bütün dünyavi işlərini kənara qoyub, Rəbbin yolunu seçib, Rəbbi birinci yerə qoyub, Rəbbin məclisinə gəlmişsən, onun bədəninin bir üzvü kimi, bədənindən xeyir dua, bərəkət alıb evinə gedəcəksən. Əli dolu gedəsiniz. Hər biriniz, əliniz dolu evə qaydasınız. Bu böyük bir şeydir. Yəni, düşüncələriniz, fikriniz, hər bir şey İsa'ya yönəlsin və kəlama yönəlsin və bərəkət götürəsiniz. Bərəkət götürmək üçün də hər kəsi bərəkətləyin. İsa Məsihin adıyla biz də sizi bərəkətləyirik. Rəbb İsa Məsihin adıyla amin. Çarmıqdakı satın alma gücünü hər birimizin üzərinə bəyan edirik. Bütün keçirilən bugünkü toplantılarda Rəbbin özünün gücü, qüvvəti və lütfu olsun. Rəbbin sevgisi olsun. Sevgi qataq bütün toplantılara, bütün kəlamlara, etdiyimiz bütün gözəl işlərə Rəbbin sevgisiyle başlayaq və sevgisini qataq. Onda Tanrının gözündə biz qiymətliyiz və Rəbb bunu görüb, əvəzini birə müngət verən Tanrı heç kəsə hələ borclu qalmayıb, bunu da kəlamlayır. Belə yazılmışdır, əziz dostlar. Amin. Biz kəlamı oxuyarkən görürük ki, kəlam deyir ki, mən artıq sizə dost deyirəm. Onun üçün də biz də hər birimizə dost deyə bilərik. Bacı qardaşlar deyə bilərik, türklər deyən kimi, qız qardaşlarımız deyə bilərik. Və artıq istirahət aylarıdır. Azərbaycan dilində desək, yay aylarıdır. Havalar istidir, kimlərsə gəzməyə gedir, kimlərsə istirahətə çıxıb. Hər kəsi harada olursa olsun, xeyirli bərəkətləyirik, hər kəsi gözəl istirahətlər diləyirik. İstirahətdə olsanız da telefonlarınız var, internet var, canlı yayımlara qoşula bilərsiniz, kəlamla, Rəblə bir yerdə ola bilərsiniz. Ruhun uzaqlığı, yaxınlığı yoxdur. Ruh üçün böyle bir şey. Müqəddəs ruh üçün uzaqlığı, yaxınlığı yoxdur, əziz dostlar. Və bu dünyada nə çətinlik, mən o kəlamı istəyirəm, o sözü demək istəyirəm, hər birinə çatdırmaq istəyirəm. Bu dünyada nə günahlı dünya və fani dünyada nə çətinliyimiz olsa da biz onlara adapte olaraq ilişib qalmayaq. Çünki biz iman etdik, onun üçün etdik ki, əbədi həyatımızı alaq. Əziz dostlar, heç kəs təsəvvür eləyə bilərik, amma ki, yəni bir odun alovuna kənarında dursaq belə, yayın bu ən pis istilərində belə götürək də, istiyə dözə bilmirik, tərləyir insan, sərin su axtarır, sərin yer axtarır, bulaq axtarır. Təsəvvür eləyin ki, əbədi həyatımızdan əgər məhrum olsaq, cəhənnəmin istisinə necə dözərik. Onun üçün də heç ruhdan düşməyin, bizim əbədi həyatımız var. Bax, onu əlimizdə saxlayaq. Və biz Rəbbimizi qəbul edərkən bizə həyat verəcək dedi, ölməyəcək, yaşayacaq dedi. Biz onu qəbul edib, iman edib Rəbbə gəldik və Rəblə, Tanrı ilə bizi barışdıran İsa Məsihə həmdlər olsun. Amin. Onun üçün də o bizə nə dedi? Dedi ki, mən sizə deyirəm, dostum. Biz onun dostlarıyıq. Elə bir gözəl dostdur ki, İsa Məsih. Heç sən onunla nə qədər sirrindən danış, nə qədər istəyirsən sir danış ona. Nə qədər istəyirsən, nələr etmirsən, onunla danış, söhbət elə, aç ona ürəyini, o heç kəsə səni satmaz. Heç kəsə satmaz. Bax, belə bir gözəl bir dost. Kim tapdısa, o bəxtiyar və bəxtəvərdir. Gəlin, bunu ilahilərlə dinləyək, iqrar eləyək, ruhani aləmə bir yerdə, İsa Məsihin adıyla bir yerdə oxuyaq. Əziz dostlar, mən bir belə gözəl dost
maneviyyətin kökü budur. O